Hello, gedirəm işlərimin dalınca. Kim deyir kökəlmişəm, kökəlməmişəm, naboru tarıqlamışım. Əslində mən balıq ətliyəm, 42 giyinirəm normalda, amma paltardan asılıdır. Bu paltar məsəl üçün arıq göstərir. Açdım yadımdan çıxmışdı, götürdüm. Telefon kartımı qayıtdım, telefon deyirəm, metro kartımı yadımdan çıxmışdı, qayıtdım, götürdüm. SPF vapşı yadımdan çıxdı vurma. Allah axırımı xeyir eləsin. Все, что случается, все к лучшему. Yaxşı ki getmədim, yoxsa yarı yoldan qayıdardım. O telefon kartı deyirəm, onu metro kartım yadımdan çıxdı. Elə götürüb düşürdüm, bir də gördüm yazdılar ki, o işə alınmır, qaldı başqa günə. Qayıtdım evə. İndi sizə Marika Silverdən və Şemdən qolbaq göstərəcəm. Və Lakmedən 2 qəşəng tam boy tester stoxi. Testerları satırlar. Testerların iyi daha qalıcı olur. Və belə deyək də, tam boy ətrin 80-dır, 100-dür, 90-dırsa, həmin o olur. Və hardasa 30-50 ml orijinal qarıqada olan, orijinal qutuda olanın qiyməti 30-50 ml-sin qiyməti olur. Yeganə olaraq qarıqaları fərqlənir. Yəni ki, orada bərbəzəkli qarıqqa olur. Burada qarıqqa olur nə bilim, adi belə qarıqqa rəngi, mavi, belə. Şəxsən mənə tester duxisi bağışlasalar heç eynim olmaz, vermən olsun ki, o adamın cibinə də xeyir. Belə də ki, duxi-duxidə qarıqqası ilə qoymuram ki, duxini qoyuram ya duxi yerinə, ya sumkama uzağı görəndə kimsə duxilməyi, ətirdə ki, ətirdir. Sadəcə daha ekonomlu, daha qənaət bəxş olur. Qənaətli olur. Məndə nə var, səndə nə var, məndə nə var, səndə nə var? Anam gelip anam buradadır. Ama gerçekten Bəşli Bağırov o ifa edirdi. Hərfin yadımda deyil, televiziya tamaşası var idi. Orada deyirdi, məndə nə bilim, incilər, mirvarilər belə tutub, nasıl istənilməyən gəlindir, cəftonda böyüdüyü üçün. Nəyəsə gətirib verib, o da qəbullandı da, necəsə. Sonra ailəm qatırı bir-birinə, amma nəyəsə. Qız deyildi, ərini sevindirmək istədir, məndə nə var? Məndə nə var? İndi görüm. Məndə nə var? Məndə belə bir gözəllik var. Ümumiyyətlə bu qolbağın modelinin adı Tenisdir. Amma biz su yolu deyirik. 2 qat su yoludur, gümüşdür. Qramı çoxdur, yadımda deyil. Və bunlar əsl ametistlərdir. Lap gələcəkdə bunu ağ qızıla da keçirmək olar və gümüş 925 silverdir. Üzəri ağ qızıl örtüklədir. 750 karat olan ağ qızılın örtüyüdür. Belə bir ispir ilmir, amma Norveçiya ziyafəti daha gözəldir. Marika Silverdəndir. Yanı-yanısı qiyməti 160 manatdır. Belə. Çox qəşəngdir, deyilmi? Bəyəndim. Məndə belə bir qat Tanzanit də var, xatırlayırsınız sizdən. Mariyadan, Mariya bizim qızımızdır. Azərbaycanca da bilir, Rusçada problem yoxdur. Rusça bilməyənlər, yəni. Mariyadan istədiyiniz məmulatları başqa səhifələrdən daha ucuz ala bilərsiniz və sizi xatırladım ki, sadə gümüş də var, yəni gümüş qızıl suyuna çəkilmiş o heç. Sadə gümüş deyəndə qaşsız, yəni qaşlı var zirkonlarla və ən əsası qəşəng natural daşlar olur. Hələ orada zümrüddü sırğaları var 2 dənə, gözüm onu tutub, nə vaxtsa inşallah. Belənçi Rauf Topasdan da var idi, yaşıl ağatdan da, yaşıl ağatdan da onlar alındılar, kim alıbsa sağlığına qismət dedim. Göstəreyim bir, məndə nə var? Əlbəttə ki, bəndə belə bir gözəllik var. Elə bildim bir kanı atmışam, baxın. 29, onda 1 qramdır, ametistdir. Silver 925'dir və 750 əyar ağ qızılla qapadılıb üzəri. Məndə nə var? Lakmedən, Nəzlindən də ala bilərsiniz, bacı qardaşlar. Belə bir 2 tester ətir var. Gündə unpacking edirik də, bizdən açmışdıq. Bura birini vurmuşdum. Trosardina qalıb. Bura Hugo Boss'u
Hələ də iyi qalıb iplərmişdim. Açdığım üçün belə. Yəni testerın fərqi nə olur? Testerın qablaşması belə olur. Açanda cırdığım qablaşmalı. Amma içi eyni olur və daha ucuz olur. 74 manat. Halbuki bunun 30 ya 50 mililitrə 70 neçə manatdır. Hələ Lakme'də Adora getsəz ümumiyyətlə. İndi kimsə deyəcək, ucuzdirsə orijinal deyil. Başlıqçı, onu deyək. Orijinaldır. Yenə deyirəm, mənə lap tester qabında kimsə hədiyyə etsə, olmam. Hədiyyəli çox qorxur ki, hədiyyə aparan deyər, bu nədir, qablaşmada. Valla mənim kimi adama testerdə versələr, eynim olmaz. Qabdı da, necə tullayıram hədiyyə gələndə. Pia Jasmin adından göründüyü kimi Jasmindir. Jasmin adından göründüyü kimi Jasmindir və burada vanil filan da var. Buralara story'də bir də TikTok'da yəqin ki qoyacağım. Təsvirini YouTube'da yox. O da görə nə edirlər? YouTube'dakılar TikTok'la Instagram'dakı TikTok'dakilar da YouTube'a olurlar. Yəni ki yayda istifadə etmək olar. Amma mən deyərdim ki, əslində yaz üçün daha yaxşıdır. Çox qəşəng gətirdim. Həm tünd sevənlərə xoş gedəcək, həm yüngül sevənlərə xoş gedəcək. Səlim səs saldı, double 2 ilə çəkir. Bu 50 mililitrdir, 79 manata, çünki Hugo Boss'dur. Halbuki gedin görün 50 mililitri 2 qat baha olur. Orijinal qablaşmada olanda. Orijinal olmağına orijinaldır. Bəzilər o saat orijinal qabır. Demək bu orijinal deyil. Orijinaldır başlı üçün orijinal. Orijinal qablaşmada olanlar, yəni tester qablaşmasında olanlar deyil. 2 qat baha olur. Bunun ətri. Burada müşk də var. Nə bilim vanil də var. Nə istəsəz var. Hətta tünd sevməyənlər də bunu sevəcək. Hugo Boss adını sizə oxuyayım. De Saint oxunur da, yəqin Saint oxunur, Saint oxunur, Saint Elixir. Baxın, burada qara görünə bilər. Əslində tünd bordo rəngində belə qablaşması var. Eynisidir qablaşması. Yenə də deyirəm, mənə götürüb kimsə tester qabında hədiyyə etsə, heç incimərəm. İkisi 153 manat edir. Valla gedirsən elə bir dutu 153 olur. İkisi 153 manat edir. Gedirsən elə birini alanda 153 olur. Ador vapşe göyə qalxıb Adorla Sabina. Orada orijinal burada yox. Həsəbdən şişdir açım. Adorun özündə də testerları iynəmək üçün qoyurlar orijinal. Bir də görürsünüz orijinal olmayan satırlar. Ən azından əvvəllər icalda elə eləyir. İstəyir öldürsünlər bəli. Fakt budur. Hə. Amma Lakme'də və nəzdində orijinaldır. Yenə də deyirəm, mənə götürüb istəyir belə tester qabında, istəyir belə tester qabında hədiyyə eləsinə. Mənim üçün nə fərqi? İçindəki ətirdir. Yəni, hədiyyə alanlar da eyni olmasın. Hədiyyə də verə bilərsiniz, özü üçün də ala bilərsiniz. Bir ətrin qiymətinə 2 ətir. Hələ, inşallah Donna Trussardi, Donna Marina, bir də Rose Delicatini almaq istəyirəm Trussardinin. Hamısı 70 neçə manatdır. Bircə fərqini bilmirəm. Ya Marinası, ya Trussardi isə 82 manat olmalıdır. Gedin Lakme, mənim sevimli Lakme'mdən inşaatçılarını alın. İstəsəz adımı da verə bilərsiniz. Deyirsiniz ki, Rəhimə də gördü. Bizim sevdiyimiz Rəhimə də gördü. Rəhimə garanti verdi ki, orijinaldır. Xanım yazıb ki, bəs deyirlər ərəbdə, amma xanım mənə dedi ki, orada Çində ərəb deyil. Əzlər, orada ərəb ətirlər də var. 20 neçədən başlayır. Ta nə bilim, ərəbinin bilirsiniz, lüks ətirləri var ki, bunlardan qat-qat bahadır. Neçə min dollaracaq. Bu bir. Hər cibə uyğun ərəb ətirləri var. Bir də var 9-10 manata yazıqlar o üzləri deyir də orada ki, bu Çinin düzəlidir. Adam var götürür o Çini ərəb ətri adı ilə satırlar. Mənə bir dəfə yaran Çin istehsalını bir başqa mağazin orijinal adı ilə satmışdı. Pis deyildi, amma fakt odur ki, hələ həmin qiyməti olanı satmışdı ki, ay endirimə qoymuşuq, ay nədilimlə. Amma mənim elə dedim ki, elə bir Lakme'nin sahibi. Lakme ilə nəzdində elə deyil. Deyəsən, Parfum de Paris'də onların da, şeydəki Lakme'də onların da 28-dəkindədir. Amma mən çox vaxt burada mənə yaxındır. Olduğu üçün Lakme inşaatçılar nəzdini alıram, mən onları sevirəm. Düzdür, 28-dəki Lakme'də də bizi tanıyırlar əslində. Müdürlərinə də hörmətim var, işçilərinə də hörmətim var. Köhnə işçiləri tanıyırım, artıq təzələri də tanıyırım, çünki mən ətir maniyak.
gedin, gördüyünüz kimi bir ətrin qiymətini 2 ətr ala bilərsiniz. Olsun tester qablaşdırılması. Tester qablaşdırılması istəmirsə, adi qablaşdırmada da müxtəlif qiymətləri var və mən sizə deyim ki, tam orijinaldır və digər mağazalardan qat-qat ucuzdur. Demirəm, su qiymətini. Suyun da qiymətini artırılır, su da bahat. Neysə, axirət başı, siz məni anladınız. Gedin Lakme'dən və Nazirindən alın. KFC ilə üzbəüzdür. Lakme divanın altında olmalıdır. O yanda Rosmanın nədir? Olivia'nın da altında Nazirin olmalıdır. Yaşaçılar da. Biz gedirik içəri şəhərdə yarmarka. Aygün xanımın təşkil edildiyi yarmarka. Bəli, istidir rəhmə. Geyilib uzun qol. Çünki koftalar və nə vaxt geyinəcəm soruşma qayb olmasın. Ona görə mənim qarabağım çəkəm. Qala qapısından girdik içəri. Biz gedəcəyimiz yarmarka qabaqda olmalıdır. Amma burada da nəsə yarmarka var. Gəlin bu yarmarkanın da. Araxis. Mən də biləm yarmarka adıdır. Burada da nəsə yarmarka var. Gəlin çəkək. Yarmarkanın adını şey eləyəcəkdim. Alınmadı. Buradan keçirsiniz samı. Baxın. Görünə qəşəngdir burada. Çoxlu incilər var. Burada da var baxın. Orada baxın akvamarien var. Həm də yəni çünki yağ rəngi. Sana baxın. Belə qəşəng var. Sonra gedək bura görək nə var. Burada şamlar da. Burada qəşəng dəqiqə. Və burada bizik. Səlimlə mən. Mənim əlimdən bezən Səlim. Görün nə qəşəngdir. Ayda nə qəşəngdir bu şarımlar. Böyle şarımlar var. Böyle qəşəng. Baxın. Bu deyəsən akvamarindən incilərdir. Bu da Səlimin səsidir. Hansı ki məni çəkməyə qoymur. Karyaya bayıldım. Çox qəşəngdir baxın. Dönək ki, bunlar da buradakı inci karyelər də qəşəng. Burada baxaq. Burada da qəşəng baxın. Əqiqdaşlar var qəşəng. Bildiyim qədər əqiqdir. Sonra burada da böyle baxın. Qəşəng var. Və orada ən gözəlim. Milli paltarda orada yerlənəcək. Bu deyəsən əl işləridir, yəni olmuramsa. Keçək görək. Burada qəşəng mozaikalarla var, qəşəng. Oranı sizə çəkək. Səlim qoymur, belə çəkək. Görün nə qəşəngdir orada. Bunlar çoban yastığıdır. Çoban yastığıdır. Siz papatya deyirsiniz. Papatya türkçədir. Da məncə ki, türk sözü də deyil papatya. Türklərə keçib yanılmıramsa. Ruslar ramaşka deyir, türklər papatya. Çoban yastığı. Azərbaycanca çoban yastığıdır. Sözün adı. Qablardır. Səlimi ilə keçirdə qablar sındırmaz. Nə qəşəng çaşqalardır bunlar. Bu rıbı neçəyədir? Balıq olan. Emosional nə? Bunlar indirimdədir 28 min. 28 olan. Mənim bürücüm. Belə bacın qablarını sındırmıyor. Burada qəşəng şamlar var. Adam heç bunları yandırmaq istəməz, sənət əsəridir. Adamın ürəyi gəlməz yandırmağa. Burada qəşəng, burada da belə. Burada da xırdamırda nələr satırlar. Səlim gəl, dağıtmırıq heç nə. Burada da belə qəşəng. Yeməklər də şaran, xoş gününüz olsun. Baxın, zəhmət olmasa, baxın və alın, zəhmət olmasa. Dəstəyiniz həqiqətən önəmlidir bizim üçün. En azından 3 manatlıq bir şey alın. Çox sağ olun, şam istəmirəm, amma qəşəngdir. Mən o alsam ürəyim yanmır. Şam almayın, çay alın, stəkan alın, nar alın. Nar nə? Görün nə qəşəng zakolka. Broşları çəkirdim, axı Səlim qoymadı.
Geçen. Və burada nə var? Mən yarmarkanın adını tapmadım. Əsəbləşdirdim. Necə də qışqırığımı kəsdim. Əlini uzadıb şamı qopardı. O şamı qoparsa şam nə bilim neçə bir şamdır neçə. Mən boş xərci salıb gedim. Nəyimə lazımdır o şam mənim. Deyəsən amma qopartdı qızın xəbəri olmadı ucundan. Əlini də təhər ayırdım. Amma yox qopartmadı. Qopartsaydı qız görərdi. Qopartmadı. Əsəbimlə oynayır etərim. Olmaz Səlim. Heç nə toxunma. Nəmə əsəbləşdirirsən? Aygün xanımın olmalıdır. Əl işləri sərgisi. Qəşəng. Gəl indi görək. Aygün xanım. Elə Aygün xanımın əl işləri sərgisi dedim. Və Aygün xanım özü də qəşəng. Hoş geldiniz. Gəldik Aygün xanıma. Amma bu Aygün xanımın deyil. Bu Lalə Mağazıdır. Sadəcə bu sərgini Aygün xanım təşkil eləyib. Gördüyünüz kimi. Keçdik oralara baxaq. Qəşəng bura. Səlimin iki əlindən də tutmuşam. Heç nəyə toxunması. Görün nə qəşəngdir. Şurada böyle qəşəng var. Görün nə qəşəng abadoçiklar var. Zdrasте. Görün nə qəşəngdir bunlar. Qıyın adamlar. Sonra gedək qabağa baxaq. Burada belə qəşəng sumuçkalar var. Sumuçkalar boyun həqiqətən istidir. Nə qəşəngdir bu. Hamısı qəşəngdir. Bu belə qəşəng qoşsuz konçaya aparırsınız. Qəşəng gəlinci. Burada belə qəşəng var. Burada böyle qəşəng. Qəşəngdir. Baxın broşlara. Qəşəng broşlar. Это которые? Вот эти? Где они? Вот эти? Ne gedir belə? Ne qəşəng sumuçka. Neçədir sumuçka? 50 manat. Çox qəşəng sumuçka dərlərsə sağ ol. Çəkirdim qəşəng. Görün nə qəşəngdir 50 manat. Sabah da olacaq gəlin alıb. Qəşəng. Burada belə gümüşü. Burada baxın. Qədim belə formadadır. Burada belə qəşənglər hamısı. Belə keçək bura. Burada belə qəşəng. Nə qəşəngdir bunlar. Nar ağacda. Narlar çiçək açıb. Burada görək burada nə var nar ağacı. Nar çiçəkləri. Burada master klasslardır. Uşaqlara belə qəşəng vizaj eləyirlər. Qəşəng uşaqların üzünü bəzəyirlər. Və burada belə. Burada belə kosmetik məlumatlar var. Kosmetikadır. Bu qəşəng belə toxunma işlərdir. Burada qəşəng də icazə verərsiniz. Böyle qəşəng. Görün nə qəşəngdir bir sözləmişsən. Salam, necəsiz? Çox sağ ol. Siz nə dərsiniz? Biz də yaxşı. Necəsiz? Çox sağ ol. Yaxşıyıq. Siz nə dərsiniz? Biz də şükür Kaksiqra gəlirik çəkməyə. Onun adı nədir? Ancaq arada da çəkirik gözümüz üçün. Qəşəng getdik o yana. Burada da belə qəşəng ramçıqalar var. Burada bir dənə qəşəng belə qız var. Qəşəng. Görün nə qəşəng burada sumuçkalardır. Bu qəşəng qızın əl işidir ya mamasının? Yox, qəşəng qızın. Qəşəng qızın. Səhifəsidir. Ha, nə yaxşı. Görün nə qəşəng qızdır. Qəşəng də əl işi var. Özü kimi qəşəngdir maşallah. Burada da belə qəşəng əl işləri var. Gözəl. Və burada qəşəng. Gəldik, çıxdıq Accessories Naturals'da. Amma Aygün xanım ara yoxa çıxdı, bilmədim. Nə qəşəngdir.
Mən də Aygün xanım axtarım. Aygün xanım burada arxamda. Deyirəm Aygün xanımın stendi burada, Aygün xanım yoxdur. Ne qəşəng saatlardır. Qəşəng saatlar var. Hamısı bildir Aygün xanımın əl işləri. Qəşəng. Gedirik. Səlim qoymur, amma çəkək. Burada da belə qəşəngdir. Belə nə qəşəngdir. Qəşəng. Sumçkaları var, belə broşları var. Bloger olmaq çox çətindir, həqiqətən. Səlim, bloger olmaq çox çətindir. O da deyə markasını artırırdı, amma mən sizə deyim ki, həqiqətən çətindir. Səlim başıma oyun açır. Mən də onu iki əlindən tutub çəkmək məcburiyyətində qalır. Həm saçım niyə belə qalır ya? Evdə lazım olmur ukladkasız. Elə qəşəng qalır, elə ki küçəyə çıxır. Sonra bəlkə teatra getdim gənc tamaşaçılarda, Romeo and Juliet'də. Bu gün Şəxsənanı idi. Dəvətnamə götürə bilərdim, amma Şəxsənanı mən keçən il ya iniş il görmüşdüm. Yalan nə deyim. Mən ömrü boyu buradan keçirəm. Hələ indi görürəm ki, bu göydə belə bir heykəl var. Qəşəng göydə heykəl var. Bax, görürsünüz. İndi görürəm. Burada hazırlıq gedir. Sabahları 1 iyun uşaqların müdafiəsi günüdür. Nəsə tədbirlər olacaq belə. Baxın, ona görə indidən artıq səhnəni hazırlayırlar. Xanımın hələ sabahda olacaq inşallah ayın 1-i. O festival 30'u 31'i biri. İndi gedək İçəri şəhər tərəfə, dedilər orada da var. Səlim icazə versə oranı da sizin üçün çəkərəm. Xalçamız yenədir. Xalça festivalından qalıb, baxın. Məşhədi İbad. Yadınıza gəlir, mənim mahnım da vardı. Gedin, qazıya deyin, qay kəbini kəsin. Gedin, qazıya deyin, qay kəbini kəsin. Məni sənə arvad edək, razıyam, razıyam, Səlim də bek vokaldır. Bu da bizim qaynanam. Qaynanam mən rusçasını tapıb Aksanaya göndərmişdim, çox bəyənmişdi. Və nar ağacım. Nar. Min bir gecə serialından soundtrack'dır, yanılmamsa. Hə, Min bir gecə serialının soundtrack'ı. Qabaqda da yarmarka var. Aygün xanım demişdi. Qabaqda da yarmarkaya baxaq. Qəşəng. Bilmirəm bu yarmarka neçə gün davam edəcək. Orada abaddır. Gün düşür, eşinə çəkdiyimi özüm yaxşı görmürəm. Və getdik yarmarkanı çəkməyə. Yenə Səlimin iki əlindən tutmuşam. Gedək çəkək. Orada ne var orada? Burada şenkapta, orada yemekte, burada kubaçi'de. Kubaçi irs. Qəşəng. Baxın, bunlar qədimi tərzlərdir. Qədimdə belə qızıldan, gümüşdən belə olur. Şimdi buranı çəkək. Buralara baxın, Feyyar kimi.
Orada da belə kuklalar var, feya kimi. Belə var bir şey. Bu da kosmetikadır. Ne qəşəngdir bu, qeyri-adi. Keçək oraları çəkək. Burada nə var? Orada kafedir. Keçdik buraları çəkməyə. Gör nə qəşəng broşdur. Qəşəng belə sumkalardır, sumçuq. Burada da baxın. Sokalar necə qəşəngdir, baxın. Burada qəşəng şamlardır. Olarsın Eliye. Hoş geldiniz. Hoş gününüz olsun. Buyurun. Kıpır. Ne böyle? Gün elə düşürdü, nə çəkdiyimi görmürdüm. Ona görə zəhmət olması qiymətləndirin. Sizin üçün çalışıram ki, siz qəşəng agah edim hər şeydən. Nə edirsiniz? Heç belə qiymətləndirmək üçün böyük bir şey lazım deyil. Bir dəqiqədən də az, bir neçə saniyə vaxtınızı alacaq. Sadəcə mənə abunə olursunuz, takibə alırsınız. YouTube'da bu musiqilər mən videolarımın içində şokolad qoydum. Niyə? Çünki deyəcək ki, müəllif hüququna girsən, ya pulu oyla bölmüşdür, o zorla qazandığım pulu, ya da ki, səssiz və yaxud başqa musiqi ilə qoy. Qəşəng şokolad qoydu da. Musiqi. Mən neyini, mən ifa eləmirəm ki, musiqini. YouTube'da da. Qəşəng onda kəlağayı almışdım 25 manatdan. Qəşəng sumçikalar da var burada belə içəridə. Hətta bir sumçika görmüşdüm həmişə. Deyirəm ki, nə vaxtı gəlib alaram o sumçikanı. Burada da belə. Bizim ağzımda qaldı axı, musiqilər şokolad qoyur mən. Yəni mən danışacaqdım, musiqi səsinə görə heç nə alınmayacaqdı. Heç bir şey etmirsiniz, çox asan. Necə qiymətləndirirsiniz, necə məni sevindirirsiniz. Sadəcə bir xahişim olacaq, məni takibə alın, takipçim olun. İzləyin, izləyicim olun. Podpisat olun, podpişikim olun. Follow eləyin, followerım olun. Subscriber eləyin, subscriberım olun. Abunə olun, abunəçim olun. Hansı forma sizə daha uyğundur, hansı dildə daha uyğundur və takibə aldıqdan sonra, takipçim olduqdan sonra zınqıra işarəsini tıklayırsınız və bütün bildirişləri aktiv edirsiniz ki, paylaşım edən kimi dərhal sizə ding, dərhal bildiriş gəlsin. Bundan əlavə nə edirsiniz? Bütün videolarıma qəşəng baxışlar keçirirsiniz, baxışlarımı artırırsınız. Yəni, boş vaxtınız var, oturun mənə baxın da, nə olacaq ki? Sonra bütün ətrafınıza deyirsiniz ki, Rəhimə xanım var, onun belə bir videoları var. Bəs abunə olun, takibə alın. Sevənlər və sevməyənlər. Çünki mən analitika baxıram, çoxları məni izləyir, amma abunə olmadan, takibə almadan nə olacaq ki? Bir saniyənizi alacaq, yəni mənə xoş olacaq və mənə də xeyri olacaq. Minimum 10K, maksimum 100K tez bir zamanda çatdıraq. Baxın, mən sizin üçün, baxın, bu istidə gəlirəm, əziyyət çəkirəm ki, sizi agah edim hər şeydən.
Siz də bax belə formada. Ən azından baxın Səlim də əsəbləşir istidə. Belə formada bizi qiymətləndirir. Təşəkkürlər. Bilmirəm ki, hər dəfə elə xoş olur. Məsəl üçün Lakmedə deyirlər ki, Rəhmə xanım, siz gəlirlər sizdən izləyicilərinizdən nəsə alırlar, xoş olur. Demək bu o deməkdir ki, baxış sayının yüksək olmasıdır. Məsəl üçün 25 min, 30 min Instagramda, belə də nə bilim 100 min YouTube'da falan olsun. Amma izləyici kütləsi uşaq olsun. Məktəb yaşlı uşaq olsun. Yəni məktəb yaşlı uşağın izləyici kütləsi olana reklam vermək istəyir. Şəxsən mən reklam vermərəm. Çünki məktəb kütləsi olan uşaq neynəyəcək? Gedib onlardan alış-veriş eləməyəcək, düzdürmü? Ona görə məsəl üçün 1000 olsun mənimki kimi olsun, 3000 olsun mənimki kimi adam. Da normal belə 24, adətən mənkilər uşaqda var, amma mənim kütləm orta hesabdan 24-45 yaşlıdır. Analitikaya baxmışam. Əsasən 24-45 yaşlı insanlardır. Yəni ki, alıcılıq potensialı olan. Bir də var ki, məktəb uşaqlarıdır. Yəni Instagramda 25 min, 30 min baxış sayı olsun, məktəb kütləsi olsun. O Instablogera bütün zəhmətlərinə hörmətimə rəğmən reklam verməyə dəyməz. Force eləməyə də dəyməz ki, mən reklama bu qədər pul alıram falan. Onu da inanmıram. Amma yox, məsəl üçün YouTube'da da reklam verməyə dəyməz. Sadəcə uşaq da olsa onun bir xeyri var. YouTube'da reklam verən şəxs üçün sərfəli deyil, amma YouTuberin özünə sərfdir də. Yəni baxış sayını artırır, onda yaxşı pul qazanmaq olur. Hə. Amma reklamdan pul qazanmaq üçün uşaq kütləsi olana reklam verməyə mənası yoxdur. Vermək olar ona, o şəxsə uşaqlara aid olan reklam. Ondan ötəsi yoxdur. Fendi gedib almayacaq ki. Nə bilim, bijuteriya, yaxşı uşaq indi hardasa özünə məxsusunu ala bilər. Nə bilim, geyim keçimdir, parikmahirdir, mənasızdır. Hə, amma məsəl üçün təhsil müəssisələri falan, uşaq baxıb özünə təhsil müəssisəsi seçməyəcək, onun valideyni baxsa. Yəni ki, az olsun, saz olsun. Və bəzən uşaq kütləsi olan bloger deyir ki, mən səninlə razı deyiləm, əsas odur, baxış sayı yüksək olsun. Detər, yəni uşaq olsun. Uşaq gedib Lakmedə nəsə alacaq. Yox, uşaq durub deməyəcək, ay pa, Rəhmə xala var. Deməyəcək, hə. Amma böyük olanda, hə, istəyir bəy, istər qadın, hə. Tək Lakmedə olmur, Mən bəyəmirlər baxış sayıma görə. Amma inanın baxış sayı yüksək olanların bəzilərindən daha çox adam gəlir. Mən sizə deyirəm də, bizim qohumumuz bir fenomenə, halbuki onun kütləsi uşaq kütləsi deyildi, belə deyək. Fenomenə əlində 1000 manat saydı verdi reklamına. Nə oldu? Sonra soruşdum, bizdə 5-10 nəfər izləyici gəldi, bir nəfər də alıcı gəldi. Yəni reklam verənin də öz kontentindən asılıdır, onun məsəl üçün qiymət çərçivəsindən asılıdır. Nəyə gətirirəm? Yəni ki, mənim reklamlarımdan qəşəng gedib gətirirlər və bu da ürək açanda uşaq kütləsi olanda deyəndə ki, mən səninlə razı deyiləm, adamın baxış sayı olur. Bax, uşağa, mən bax reklam verəm, baxacam uşaq, görsəm ki, kütləsi uşaqdır, ta ki, mən reklam verim. Mən adama 5 manat da vermərəm, neyimə lazımdır, pulumu küçəyə atıram. Verərəm çox az olana, amma bilərəm ki, bunun baxır kütləsi kimdir? Yəni reklam verən tərəfdən deyirəm. Hardan gəldik, hara çıxdıq? Baxırsan ki, fenomen deyil, məsəl üçün 50 min, 25 mindir, amma uşaq kütləsi deyil. Məhz normal yaşda olan, cavan, orta yaşlı, lap yüksək yaşlı olanlardır, hə. Onlara reklama verməyə deyir, amma uşaq kütləsi olan, məktəbli uşaqları olan və bir də ki, bir cüt ərinin izni olmadan evdən bayıra çıxmayan, belə deyək, alt paltarını belə ərinə yalvarıb aldıran, başını videolardan qatan adama reklam verməyin mənası yoxdur. Lap istəyir 500 manat desin, istəyir 2000 desin, istəyir 50 manat desin, istəyir 5 manat desin. Bəzən olur 5 manat, 50 manat alır, deyir 500 alıram, elə yalancıları da tanıyıram. İndi ildə bir dəfə olur. Belə. Çünki o olur, məsəl üçün PR xətrinə gedir, kimdənsə dostluq eləyir ki, ondan reklam gəlsin, ona görsünlər ki, bu bunun padruqasıdır, padruqaçkasıdır. Hə.
Hələ utanmadan mənə deyir ki, yox, baxış sayı yüksək olmalıdır. Nə, uşaqla. Baxış sayı yüksək olar, hə, bax, o sərf eləyər o şəxslər YouTube-da. Baxış sayını artır da, reklam yox, məhz YouTube-un ödədiyi pul üçün nə fərqi, uşaq baxır, böyük baxır, lap qurnu körpənin qabağına qoyublar, videonu baxır, belə də, qaba dildə desək. Hə, orada çünki YouTube-un özü baxış sayına görə pul ödəyir. Amma reklam verən sponsor dediyimizin isə, məsələn, mən sponsor olsam, uşaq kütləsi olana vermərəm. Qəpik də vermərəm, heç bir manat da vermərəm. Çünki bilirəm ki, havaya atacam pulumu da, ondan saparıb xeyriyə verərəm. Bilirəm ki, savab oldu. Niyə gəldim? Keçən dəfə biraz bu restorandan sonra şey var idi. Yarmarka var idi. Deyirəm, burada da yarmarka olsa çəkərəm, restoranı keçək. Keçək. Hə, keçən dəfə də üzürlüsən, Əliyağa Vahid yerinə Şəhriyar demişəm. Şəhriyar oradan gəlib axlıma girib, bilmirəm. Əliyağa Vahidin heykəlinin yanı yerində demişəm Şəhriyarın heykəli. 2 nəfər düzəltdi, dedim, mənə təşəkkürlər. Həqiqətən sağ olsunlar. Sonra fikirləşəm, mən niyə Şəhriyar demişəm? Axı Əliyağa Vahid idi, Şəhriyar deyildi. Hə, var yarmarka, gəlin çəkim oradakı yarmarkanı da sizə. İçəri şəhərdə, qapıların yanında, qabaqda Sabir bağından girişdə hər altı bazar belə yarmarkalar olurdu. Səlimin iki əlindən tutaq və başlayaq yarmarkanı çəkməyə. Səlim indi başlayacaq mənə dava etməyə. Səlimim, çəkək gedək. Bəs kontentimiz olsun da, mama qurban. Ay, nə qəşən kukladır bu kukla. Kuklanı belə bəzəyiblər ya. Bunu mənə bəzənmişsiniz. Kuklaya gözüm dəydi. Gəlin, nə qəşən çaşqalardır. Sonra nə var? Baxın, Əliyağa Vahiddir. Mən niyə Şəhriyar demişdim, bilmədim. Dəqiq başlayın. Nə qəşən toxuma şeylərdir belə. Belə qəşən sumuşqalar var. Burada belə qəşən əl işləri var və orada. Hə, Əliyağa Vahiddir. Ben yenə istəyirəm. Nə üçün mən Şəhriyar demişdim, Əliyağa Vahidə bilmirəm. Avtomatik çıxır. Nə qəşən. Burada belə. Burası turistlər alır. Çəkə bilmədim. Turistlər vardı. Baxın. Sumuşqa qəşən 60 manata. Burada görün. Almaz belə muncuqlarla işlənmələrdir. Baxın, görün nə qəşəngdir. Burada belə də var. Və Səlimlə bloger olmaq çətindir. Bloger maman bloger oğlu. Qoy çəkim də. Ay maman canı, qoy çəksin ana. Niyə qoymursan? Qoy çəkeyim. Deyir yox. Lo yox deməkdir. Belə qəşəng. Burada hər gəlin. Bunu da çəkmişdik. Gəldik. Vlogu sonlandıraq. Sabah da görə nə çəkirik? Sabah teatra gedəcəm inşallah. Oradan çəkərəm. Vaxtım olsa, isti olmasa İçəri şəhərdə 1 iyunda çoxlu qəşəng belə uşaqlar üçün yarmarkalar, nə bilim festival kimi nələrsə keçiriləcək. Vaxt olsa onu çəkərəm. İstidə çox çıxa bilmir. Sizdən bir daha xahiş edirəm. Məni takip alırsınız, takipçim olursunuz, zınqrov işarəsini tıklayırsınız, aktiv olursunuz, qəşəng. Sonra məni motivləşdirirsiniz o gözəl komment yorumlarınızla, like'larınızla, dislike da qoya bilərsiniz. Yaxınlarınıza da məni məsləhət görərsiniz. Hər zaman pozitiv və xoşbəxt olun hər şeyə rəğmən. Səlim qoymur danışma. Pozitivlik, xoşbəxtliklə böyük keçər və deməlidir. Bunu unutmayın.